o gözəllik əşyaları satmaq olar. Dırnaq məsələ olmaz. Dırnaq haramdadır. O qadınlar ki, dırnaq taxır olmaz. Yəni, müsəlman uzağı 40 gündən bir, heç olmasa, uzağı 40 gündür. Dırnağı yeri kəsməlisən. Yəni, belə-belə dırnaqlarla oturub, o çörək necə yiyir o? Çörək əllə mümkün deyil yemək. Neysə. Deməli, dırnaq olmaz. Və ya kiprik taxırlar qızlar, qadınlar olmaz. Və ya parik olmaz. Saç əkdirmək olar. O parik deyil. Çünki insanın öz bədənindən tükdür, əkilir, saçdır, bitir, qırxırlar, bitir. Amma parikdir, kiprikdir, saç qaynağıdır, saç əlavə edirlər özlərinə, dırnaqdır. Onlar olmaz. Əgər bir şey qadağansa, onu satmaq da qadağandır. Aydındır. Amma lakdır, eyb etməz. Qadın öz əri üçün evdə bəzənə bilər. Təəssüf ki, tərsinədir. Ortadan rahatlıqda olur.